Masallıda ağır yol nəqliyyat hadisəsi baş verib. Taksisi Filibinin Cənub Bölgə Bürosu xəbər verir ki, hadisə Masallı Yardımlı magistral yolunun Ərşivan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ərşivan qəsəbə sakini 31 yaşlı Rusif Babəyevin idarə etdiyi Mercedes markalı avtomobillə hərəkətdə olan Cəlilabad rayon sakini Nişbin Feyzullayevin idarə etdiyi digər Mercedes markalı avtomobil toqquşub. Toqquşmanın təsirində Rusif Babəyevin idarə etdiyi avtomobil yoldan çıxaraq əvvəlcə beton elektrik dirəyinə, daha sonra isə ağaca sürtülüb. Zərbənin təsirində beton elektrik dirəyi bir neçə hissəyə parçalanıb. Qəza nəticəsində sürücü Rusif Babəyev hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olanlar təcili tibbi yardım briqadasının köməyi ilə Masallı Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağır dərəcədə xəsarət alınıb. Ərşivan qəsəbə sakinləri 33 yaşlı Fəridin Əliniyazovlu Həsənov, 23 yaşlı Fərid Fərahimoğlu Qasımov, 34 yaşlı Araz Telmanoğlu Məmmədzadədir. Həkimlərin səylərinə baxmayaraq Araz Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, qəza nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. Meyitlər adiyyət üzrə təhvil verilib, yaralıların müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Səsləndirdi Aksesi TV1-in Cənub Bölgə nümayəndəsi İbrahimova Əfsanə. Efirə verdi Aksesi TV1-in rəhbəri Elxan Müzəffəroğlu.